İxrac olunan bitkiçilik məhsullarının etiketlənməsi və qablaşdırılması zamanı idxalçı ölkənin tələblərinə əməl edilməlidir. Təzə meyvələr də daxil olmaqla qablaşdırılmış məhsullarda bəzi məlumatlar göstərilməlidir. Məhsulun adı, tərkibi, xalis çəkisi, istehsal və ya qablaşdırma tarixi, saxlanma müddəti və ya son istifadə tarixi, saxlanma qaydaları, istehsalçının və ixracatçının adı və ünvanı, idxalçının adı və ünvanı, İstifadə üzrə tövsiyələr, emal olunmuş məhsullarda enerji və qida dəyəri, genetik modifikasiya olunmuş orqanizm haqqında məlumat, EIC uyğunluq nişanı. Nəqliyyat qablaşdırması üçün tələb olunan məlumatlar isə bunlardır. Məhsulun adı, xalis çəkisi, istehsal tarixi, son istifadə müddəti, saxlanma şəraiti, partiya və ya seriya nömrəsi, istehsalçının adı və ünvanı. Bu tələblər məhsulun təhlükəsizliyi, düzgün etiketlənməsi və izlənəbilirliyi üçün vacibdir. Eyni zamanda qida ilə təmas üçün təhlükəsiz materiallardan istifadə edilməli, etiketlər dayanıqlı, oxunaqlı, möhkəm yapışdırılmış olmalıdır. Bundan əlavə taxta altlıqlar və ağacdan hazırlanmış yeşiklər müvafiq qaydada zərərsizləşdirilməli və bunu təsdiq edən möhür onun üzərində aydın şəkildə yerləşdirilməlidir.